Hamıya salam. Bugünkü videoda 6-cı sinif riyaziyyat dərsliyinin 1-ci hissəsindən 1-ci yarım il üzrə ümumiləşdirici tapşırıqların izahını paylaşacağam. Daha çox izahlı videolar üçün kanala abunə olmağı unutmayın. Başlayaq sualların izahına. Birinci sual. İfadənin qiymətini tapın. Gəlin hər birini ayrı-ayrılıqda hesablayaq. A variantında 5 üstündə 4 625-ə bərabərdir. 2 üstündə 3 isə 8-ə bərabərdir. 625 vur 8, cavab olur 5000. B variantında 6 üstündə 3 216 bölünsün 3 üstündə 2 9. Doğru cavab olur 24. C variantı 2 üstündə 5 32 üstəgəl 5 üstündə 3 125. Doğru cavab olur 157. D variantına baxaq. İlk öncə mötərizənin içini hesablayaq. 2 üstündə 6 64 edər. 64-ün kvadratı olacaq 4096. Y variantı 8 üstündə 3 bölünsün 2 üstündə 4. 8 üstündə 3 512 edər. 2 üstündə 4 16 edər. Çıxılsın 3 üstündə 3, yəni 27 bərabərdir. 512-ni 16-ya böləndə 32 eləyir. 32-dən də 27 çıxsa, yerdə qalır 5. F variantına baxaq. 3 üstündə 2, 9 vurulsun. 2 üstündə 4, 16. Üstəgəl 6 üstündə 3, 216 bərabərdir. 9 vurulsun 16, 144 edər. 144-ün də üstünə 216 gəlsək, doğru cavab olacaq 360. İkinci suala baxaq. Verilən bərabərliyə görə tələb olunan ifadənin qiymətini tapın. A variantına baxaq. 2 üstündə A bərabərdir 256. Biz burada 2-nin qüvvətlərini əzbər bilməliyik ki, sualın cavabını tapa bilək. 2-nin üstünə nə qoysaq 256 eləyər. A-nın qiyməti olacaq 8. Çünki 2 üstünə 8 256-ya bərabərdir. 4 üstündə B bərabərdir 256. B-nin yerinə nə qoysaq 4-ün həmin qüvvəti 256-ya bərabər olar. B-nin qiyməti olur 4. Bizdən A üstəgəl B-ni soruşur. 8 üstəgəl 4. Doğru cavab olacaq 12. B variantına baxaq. 5 üstündə M 625-ə bərabərdir. Bunu isə ikinci üsuldan həll edə bilərik. 625 5-in 4 dəfə bir-birinə vurulmasından alınır. Yəni 5 üstündə 4-ə bərabərdir. Bərabərdir 5 üstündə M. Bu bərabərlikdən görürük ki, M-in qiyməti 4-ə bərabər olur. İkinciyə baxaq. 125 nəyə bərabərdir? 5 üstündə 3-ə. Bərabərdir 5 üstündə N. Bu bərabərlikdən də görünür ki, N-in qiyməti 3-ə bərabər olur. Bizdən M vur N hasilini soruşur. Yəni 4 vurulsun 3. Cavab olur 12. Üçüncü suala baxaq. Müqayisə edin. A variantına baxaq. 2 üstündə 5 32 edər. 5 üstündə 2 25 edər. Təbii ki, 2 üstündə 5 böyükdür. B variantında hesablamadan cavabı tapmaq olar. Çünki mənfi ədədlərin üstünə cüt dərəcədən qüvvət qoysaq, cavab müsbət alınır. Mənfi ədədlərin üzərinə tək dərəcədən ədəd qoysaq, cavab mənfi alınır. Müsbət ədədlər də həmişə mənfi ədədlərdən böyük olur. C-yə baxaq. Mənfi 3 üstündə 5 və mənfi 6 üstündə 3. Mənfi 3 üstündə 5 hesablayaq. 3 üstündə 5 243-dür. Qabağına bir dənə də mənfi yazırıq. 6 üstündə 3 216 edir. Qabağına bir dənə mənfi yazırıq. Bunu müqayisə eləyək. Mənfi 243 və mənfi 216. Mənfi 216 böyükdür. 10 üstündə 4 10.000 edər. 7 üstündə 3 isə 343 edər. Deməli, birinci ikincidən böyük olur. Dördüncü suala baxaq. Boş xanaya şərti ödəyən uyğun ədədi tapın. A variantında yazılıb ki,
11-dən kiçik ən böyük sadə ədəd. 11-dən kiçik 10 var, 9 var, 8 var. Amma bunlar sadə ədədlər deyil. 8-dən də kiçik 7 var. Deməli, 11-dən kiçik ən böyük sadə ədəd 7 olur. B variantına baxaq. -4-dən kiçik ən böyük tam ədəd. -5. C variantında 12-15 arasında yerləşən sadə ədəd soruşur. 13. 14-də bu aralıqda yerləşir, amma 14 sadə ədəd deyil. D variantına baxaq. 16-dan böyük ən kiçik mürəkkəb ədəd. 16-dan böyük 17 var, amma 17 sadə ədəddir. Deməli, 17-dən sonra 18 gəlir və bu şərti ödəyir. 5-ci suala baxaq. A variantında deyir. Əbob 15-16. 15 və 16 ardıcıl ədədlərdir. Biz bilirik ki, ardıcıl ədədlər həm də qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu isə həmişə 1-ə bərabər olur. Qarşılıqlı sadə ədədlərin əkobu isə onların hasilinə bərabərdir. Deməli, əkob 15-16-nı hesablayanda 15-i 16-ya vurmaq lazımdır. Cavab olacaq 240. B variantına baxaq. Əbob 15-75. 15 ədədi 75-in böləni olduğuna görə bunların əbobu ədədlərdən kiçiyinə, yəni 15-ə bərabər olur. Əkobu isə həmin ədədlərin böyüyünə bərabər olur, yəni 75-ə. C variantına baxaq. Əbob 13-31. Həm 13, həm də 31 sadə ədədlərdir. İki sadə ədəd həm də qarşılıqlı sadə ədəd adlanır. Ona görə də bunların əbobu 1-ə bərabər olur. Əkobu isə onların hasilinə bərabər olur. 13 vurulsun 31. Cavab olur 403. D variantında əbob 23-92. 23-92-nin bölənidir. Ona görə də əbobları bu iki ədəddən kiçiyinə, yəni 23-ə bərabər olur. Əkobları isə böyük ədədə, yəni 92-yə bərabər olur. 6-cı suala baxaq. İfadənin qiymətini hesablayın. A variantında yazılır. Əbob 18-80 vurulsun əkob 18-80. Biz bilirik ki, bunun bir düsturu var. Əbob AB vurulsun əkob AB bərabərdir A vurulsun B-yə. Yəni 18 vurulsun 80. Cavab olur 1440. B variantında da eyni. Əbob 25-70 vurulsun əkob 25-70 bərabər olur 25 vur 70-ə. Yəni 1750. C variantına baxaq. Əkob 45-60 bölünsün əbob 24-30. Bunları ayrı-ayrılıqda hesablamaq lazımdır. İlk öncə 45 və 60-ın əkobunu hesablayaq. Hər birinin ayrı-ayrılıqda vuruqları ayıraq. 45 bölünsün 3, 15 bölünsün 3, 5 böl 5, 1. 60'ı vuruqlarını ayıraq. 2'ye bölürük 30, 2'ye bölürük 15, 3'e bölürük 5, 5'e bölürük 1. İndi bunların əkobunu hesablayaq. Əkobu necə hesablayırdıq? Böyük ədədi seçək, yəni 60. 60 vurulsun, ortaq vuruqların üstünə xətt çəkək. 3, 3, 5, 5. 60'ın özünü seçdik. İndi isə 45'də yerdə qalan vuruğu yerinə yazırıq. Yəni 3 və 5 60'dır, yerdə 3 qalmışdı. 60 vurulsun 3. 180 edər. 180 bölünsün. İndi isə 24 və 30'un əbobunu hesablayaq. Hər birinin ayrı-ayrılıqda vuruqları ayıraq. 24 böl 2, 12 böl 2, 6 böl 2, 3 böl 3, 1. 30'u vuruqlarını ayıraq. Böl 2, 15 böl 3, 5 böl 5, 1. Əbobu hesablayanda hər ikisində eyni olan vuruqları seçirik. 2 burada da var, burada da var. 3 24'də də var, 30'da da var. Deməli, əbob 24-30 olacaq 2 vurulsun 3. Yəni 6. 180-i də 6-ya böləndə doğru cavab olacaq 30. D variantına baxaq. D variantında da birinci 32 və 36'nın əkobunu tapırıq. Sonra 48 və 64'ün əbobunu tapıb bölürük. 32 və 36'nın əkobunu hesablayaq. 36'nı
vuruqlara ayıraq. Əkobu necə hesablayırdıq? 36-nı seçirik. Sonra ortaq vuruqların üstündən xətt çəkirik. 2, 2, vəssalam, 2 dənə 2. 36-nı yazdıq. 32-də yerdə qalan vuruqları yazırıq. Yəni 2 vur, 2 vur, 2. 2 üstündə 3, 8 edər. 36 vurulsun 8. İndi isə 48 və 64-ün əbobunu hesablayaq. 48-i vuruqlara ayıraq. 2-yə bölürük 24, 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ə bölürük 1. 64. 64 2-nin qüvvətidir. Yəni 2 üstündə 6, 64 edər. Hər ikisində ortaq olan ancaq 2-lərdir. 4 dənə 2 burada var. 4 dənə 2 də bunun içindədir. Deməli 2 üstündə 4, 16. Bunların əbəbi 16 oldu. İndi yazaq. 36 vurulsun 8. 288 bölünsün 16. Doğru cavab olacaq 18. 7-ci sual. Məxrəci 14, 21, 19 olan düzgün və ixtisar olunmayan bütün adi kəsrləri yazın. A variantından başlayaq. Məxrəci 14 olan. 14-də 1. Düzgündür və ixtisar olunmayandır. 14-də 2. 2 ilə 14 ixtisar gedir. 14-də 3. 14-də 4-ü yazmırıq, çünki hər ikisi 2-yə bölünür. 14-də 5. Qısacası, surətlərdə elə ədəd yazmalıyıq ki, 14 ilə qarşılıqlı sadə olsun. 1, 3, 5. 6-nı da yazmırıq, 7-ni də yazmırıq, 7 ilə 14. İxtisar olur. 8-i də yazmırıq, 9-u yazırıq. 14-də 9. 10 yazmırıq, 11-i yazırıq. 12-ni də yazmırıq, hər ikisi 2-yə bölünür. Amma 13-ü yazırıq. Çünki 13 və 14 qarşılıqlı sadədir. Deməli, bu kəsrlər düzgün kəsrlərdir, çünki surəti məxrəcindən kiçikdir, həm də ixtisar olunmayandır. İndi B variantı üçün yazaq. Burada da 21 ilə qarşılıqlı sadə olan ədədləri yazırıq. 21-də 1, 21-də 2, 21-də 3 yazmayacağım, çünki 3 ilə 21 3-ə bölünür. 21-də 4 yazmaq olar, 21-də 5 yazmaq olar. 21-də 6 yazmaq olmaz, çünki hər ikisi 3-ə bölünür. 21-də 7-də hər ikisi 7-yə bölünür. 21-də 8, 21-də 9 hər ikisi 3-ə bölünür. 21-də 10, 21-də 11, 21-də 12 yazmaq olmaz, hər ikisi 3-ə bölünür. 21-də 13, 14-də yazmaq olmaz, hər ikisi 7-yə bölünür. 15-də yazmaq olmaz, 16 yazmaq olar. 21-də 17, 18-də yazmaq olmaz, çünki 3-ə bölünür. 19 yazmaq olar və sonuncu olaraq 21-də 20 yazmaq olar. Çünki 20 və 21 ardıcıl ədədlərdir. Ardıcıl ədədlər də qarşılıqlı sadə olur. Bu da məxrəci 21 olan düzgün və ixtisar olunmayan adi kəsrlərdir. C variantına baxaq. Məxrəci 19 olan. Biz bilirik ki, 19 özü sadə ədəddir. Deməli, məxrəci 19 olan 1-dən başlayaraq 18 də daxil olmaqla bütün kəsrləri yazsaq, düzgün kəsr olacaq və ixtisar olunmayan. Çünki 19 ilə 19 özü sadə ədədi deyənə heç bir ədəd onunla ixtisar olunmur. Yəni 19-da 1-dən 19-da 18-ə qədər olan bütün kəsrləri yazmaq olar. 8-ci sual. Kəsri tam ixtisar edin. A variantında hər tərəfi 4-ə bölə bilərik. 12 bölü 4 3, 28 bölü 4 7. B variantında isə hər tərəfi 8-ə bölə bilərik. 48-i 8-ə bölürük 6, 64-ü 8-ə bölürük 8. Bunlar yenə ixtisar olunur. Hər iki tərəfi 2-yə bölək. 3, 4. 4-də 3 qalır. C variantında hər tərəfi 8-ə bölə bilərik. Burada 3 qalır, burada 5 qalır. D variantında sıfırları atırıq, hər tərəfi 10-a bölmüş oluruq. 8 və 24.
8'e bölürük 1, 8'e bölürük 3. Burada da sıfırlar atırıq. Hər tərəfi 4'e bölürük. 8'i 4'e bölürük 2, 12'ni 4'e bölürük 3. Burada 19 ve 361 hər ikisi 19'a bölünür. 361'i 19'a böləndə 19 düşür. C variantına baxaq. 24 ve 120. 24 de 120 de 24'ün özünə bölünür. Burada 1 qalır, burada 5 qalır. Burada sıfırlar atırıq. Hər iki tərəfi 3'e bölə bilərik. 12'ni 3'e bölürük 4. 63'ü 3'e böləndə 21 düşür. Bu da oldu tam ixtisar. 9-cu sual. Kəsirləri ortaq məxrəcə gətirin və müqayisə edin. İlk öncə məxrəclərə fikir verək. 14 2 vurulsun 7'dir. 21 isə 3 vurulsun 7'dir. Hər ikisində 7 var. Deməli, mən birinci kəsin hər tərəfini 3'e vurmalıyam ki, buranın da hər tərəfini 2'ye vuranda, baxın, 3 vur 2 vur 7, 3 vur 2 vur 7. Bərabər kəsirlər alınsın. Deməli, birinci kəsin hər tərəfini 3'e vururuq. 5'i 3'e vururuq 15, 14'ü 3'e vururuq 42. 42'de 15. İkinci kəsin hər tərəfini 2'ye vururuq. 21'i 2'ye vururuq 42, 8'i 2'ye vururuq 16. Baxın, ortaq məxrəcə gəldi. İndi müqayisə eləyək. 42'de 15 və 42'de 16. İkinci kəsir böyükdür. B variantına baxaq. B variantının məxrəclərində 17 11'dir. 17 də 11 də sadə ədəddir. Ona görə bu ikisi qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərində ortaq məxrəcə gətirməyin yeganə yolu bir-birinə vurmaqdır. Birincinin hər tərəfini 11'e vururam, ikincinin hər tərəfini 17'ye vururam. 17 vurulsun 11 eləyir 187. 5'i 11'e vuranda eləyir 55. Bu da 187. 3'ü vururuq 17'ye olur 51. Deməli, birinci kəsir ikincidən böyük olur. Bilirik, məxrəcləri bərabər olan kəsirlərdən surəti böyük olan böyükdür. C variantına baxaq. 72'ni 18 vur 4 kimi, 90'ı isə 18 vur 5 kimi yaza bilərik. Deməli, hər ikisində 18 ortaqdır. Birincinin hər tərəfini 5'e, ikincinin hər tərəfini 4'e vursaq, məxrəclər bərabərləşər. Birincinin hər tərəfini 5'e vuraq. 7 vur 5, 35, 72 vur 5, 360. İkincinin hər tərəfini 4'e vuraq. 90 vur 4, 360, 11 vur 4, 44. Məxrəclər bərabərdir, surəti böyük olan böyük olur. D variantına baxaq. 120'ni 6 vur 2 vur 10 kimi yazaq. 140 isə 7 vur 2 vur 10 kimi yazaq. Baxın, 2 10, 2 10. İkisində də ortaqdır. 6 və 7 fərqləri var. Deməli, mən birinci kəsin hər tərəfini 7'yə, ikinci kəsin hər tərəfini 6'ya vursam, məxrəclər bərabərləşər. Birincinin hər tərəfini 7'yə vuraq. 7 vur 7, 49. 120 vur 7, 840. İkinci kəsirin hər tərəfini 6'ya vuraq. 6 vur 9, 54. 6 vur 140, 840. Məxrəcləri bərabərdir, surəti böyük olan böyükdür. 10-cu suala baxaq. Adi kəsirlərin toplanmasıdır. Adi kəsirləri toplayanda məxrəcləri ortaq eləməliyik ki, rahatlıqla hesablaya bilək. 12'ni 6 vur 2 kimi yazaq. 18'i isə 6 vur 3. Hər ikisində 6 var. Birincinin hər tərəfini 3'ə, ikincinin hər tərəfini 2'yə vursam, məxrəclər bərabərləşər. Buradan yazaq. Birincinin hər tərəfini 3'ə vuraq. 5 vur 3, 15. 12 vur 3, 36. Üstə gəl. İkincinin hər tərəfini 2'yə vuraq. 18 vur 2, 36. 7 vur 2, 14. Bərabərdir. 36'da məxrəclər eynidir. Surətləri toplayaq. 15 üstə gəl 14. 29. A variantının cavabı oldu 36'da 29. B variantında birinci kəsir qarışıq ədəddir. Bunu keçirək düzgün olmayan kəsirə. Məxrəc qalır 1 vurulsun 28, üstə gəlinsin 1. Olacaq 29. Birinci kəsiri düzgün olmayan adi kəsir formasında yazdıq. İndi məxrəcləri ortaq eləmək lazımdır. 28 14 vur 2'dir. 42 isə 14 vur 3'dür.
Deməli, bu kəsrin hər tərəfini 2-yə, bu kəsrin hər tərəfini 3-ə vursaq, düzgün cavabı tapırıq. Deməli, bunun hər tərəfini 3-ə vururuq. 28 vurulsun 3 olacaq 84. 29 vurulsun 3 olacaq 87. Çıxılsın, bu kəsrin hər tərəfini 2-yə vuraq. 42 vur 2, 84, 19 vurulsun 2, 38. Bunun cavabı olacaq 84'də 49. B variantının cavabı oldu 84'də 49. C variantına baxaq. C variantında 3 dənə kəsrin toplanmasıdır. İlk növbədə bu iki kəsri toplayaq. 15 və 45. Ortaq olacaq elə 45'in özü. Çünki 15 45'in bölənidir. Yazaq 45. Birinci kəsrin hər tərəfini 3-ə vurduq ki, məxrəc eyni olsun. 15 3'ə vurduq 45, 4 3'ə vurduq 12. Üstə gəl 45'də 11 bərabərdir 45'də 23. Daha sonra 45'də 23 ilə 60'da 7'ni ortaq məxrəcə gətirmək lazımdır. Bir də yazaq 45 nəyə bərabərdir? 15 vurulsun 3. 60 nəyə bərabərdir? 15 vurulsun 4. Deməli, birinci kəsrin hər tərəfini 4'ə, ikinci kəsrin hər tərəfini 3'ə vursaq, məxrəclər bərabərləşər. Vuraq, yazaq. 45 vurulsun 4, 180. 23 vurulsun 4, 92. Üstə gəl. 60 vurulsun 3, 180. 7 vurulsun 3, 21. Bərabərdir 180'də 92. Üstə gəl 21. 113. C variantının cavabı oldu 180'də 113. D variantına baxaq. D variantında da yenə 3 dənə kəsrin toplanması və çıxılmasıdır. İlk iki dənəsini hesablayaq. 26 və 52 ortaq 52'dir. Çünki 26'nı 2'yə vuranda 52 eləyir. Yazaq. 26'nı hər tərəfini, bu kəsrin hər tərəfini 2'yə vuraq. 52'də 10. Üstə gəl 52'də 11. Bərabərdir 52'də 21. Daha sonra 52'də 21 kəsrindən 65'də 6 kəsrini çıxmaq lazımdır. Əvvəlki üsulla yazaq. 52 13 vurulsun 4'dür. 65 isə 13 vurulsun 5'dir. Deməli, bu kəsrin hər tərəfini biz 5'ə vursaq, bunun hər tərəfini 4'ə vursaq, baxın 13 vur 5 vur 4, 13 vur 5 vur 4. Məxrəclər bərabərləşir. Yazaq. Ardını buradan yazıram. Deməli, 52'də 21 kəsrin hər tərəfini 5'ə vururuq. 260'da 105 çıxılsın. 65'də 6 kəsrin hər tərəfini 4'ə vururuq. 260'da 24 bərabər olacaq 260'da 81. 260 81. D variantının cavabı oldu bu. Y variantını hesablayaq. Bu iki kəsiri bir-birinə vurmaq lazımdır. İlk öncə baxaq, ixtisar gedirmi? 28 və 49 hər biri 7'yə bölünür. 28'i 7'yə bölünür 4 düşür, 49'u 7'yə böləndə 7 düşür. Bunları isə hər biri 13'ə bölünür. 39'u 13'ə bölürük 3, 26'nı 13'ə bölürük 2. İndi yerdə qalanları yazaq. 4 vur 2, 3 vurulsun 7. 4 vur 2, 8, 3 vur 7, 21. 21'də 8 çıxılsın 14'də 3 bərabərdir. Bunların da məxrəclərini eyniləşdirmək lazımdır. 21 7 vur 3'dür. 14 isə 7 vur 2'dir. 7'lər ortaqdır. Deməli, bunun hər tərəfini 2'yə, bunun hər tərəfini 3'ə vursaq, məxrəclər bərabərləşir. 21 vur 2, 42, 8 vur 2, 16. Çıxılsın. 14 vur 3, 42, 3 vur 3, 9. Bərabərdir. 42'də 16 çıxılsın 9. Yəni 7. Bunu da hər tərəfini 7'yə bölsək, alınacaq 6'da 1. F variantına baxaq. Bu iki kəsiri toplayaq. 34 17 vurulsun 2'dir. 51 isə 17 vurulsun 3'dür.
17 hər ikisində ortaqdır. Deməli, birincinin hər tərəfini 3-ə, ikincinin hər tərəfini 2-yə vururam. Vuraq, yazaq. 34 vurulsun 3, 102. 9 vur 100, 27. Üstəgəl 51 vur 2, 102. 11 vurulsun 2, 22. Bərabərdir 102-də 27 üstəgəl 22. Yəni 49. 102-də 49. Bölünsün. Bu kəsir qarışıq ədəddir. Biz bunu düzgün olmayan kəsir kimi yazmalıyıq. Məxrəci olduğu kimi saxlayırdıq. 1-i vururuq 74-ə, üstünə də 31 gəlirik. Yəni 74 üstəgəl 31. Bunun da cavabı olacaq 105. Deməli, 102-də 49-u bölməliyik 74-də 105-ə. Bölmə qaydası necə idi? Birincini olduğu kimi saxlayırıq. İkincinin tərsini çeviririk. 105, 74 bərabərdir. İlk öncə ixtisar eləyək. 49 7-yə bölünəndə 7 qalır. 105 7-yə bölünəndə 15 qalır. 102 2-yə bölünəndə 51 qalır. 74 2-yə bölünəndə 37 qalır. Başqa hər hansı bir ixtisar getmədiyinə görə yuxarıda 7 vur 37 qalır. 7 vur 37 bölünsün aşağıda 51 vurulsun 15. 51 vur 15 bərabərdir. 7 vur 37 eləyir 259. 51 vur 15 eləyir 765. F variantında cavabı oldu 765'də 259.